Uzun bir aradan sonra salam qızlar, necəsiz? Çoxdan story çəkmirəm. Bu günlər qızımın ad günüdür və sinif yoldaşları gələcəklər. Bilinçiklər eləyəcəm, aş eləyəcəm, şuba salat eləyəcəm. Allah verəndən bildiğinde görək daha nələri var. Bunu elədikcə sizinlə paylaşacağım. Mən şubanı ümumiyyətlə belə qat-qat olan salatları həmişə çəmbərdə yığıram. Elə çox səliqəli olur. Bir də mayonezi də belə məndə indi əslində krem torbası yoxdur. Evdə fayl var. Ona şey eləyəcəm. Ona yığıb elə tökürəm. Bunu duzluyum, istiotduyum. Etap sizinlə paylaşacağım. En son görüntü bu. Biraz göyərti var idi. Biraz qoz var idi. Biraz bəzək kimi eləmək istədim. Üstünü streçləyib və soyuducuya qoyacağım. Azərbaycanlı olduğunu demədən gözlər. Bütün salatlarda kartofu o qədər bol eləyirik ki. Mən həmişə bol eləyirəm, kənarda qalır. Bax belə, indi qoyacağım soyuducuya. Uşaqlar gəlinə qədər özünü tutsun.